Əziz İslam Peyğəmbəri bizlərə iman halını əldə edənlərin vəsfində çoxlu buyuruşları var. Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir. Yəni bu demir ki, öyrənim, geri düşəndə nəsə deyərəm. Yaxud bilik dalıca, elm dalıca ona görə deyir ki, yığsın buna, yığdı insan, sonra nə? Biliyi yalnız əməl etməyə görə əldə edir. Allah Teala bizə bildiklərimizi əməl etməyi nəsib eləsin inşallah ki, çox önəmlidir, çox mühümdür. Və ən diqqət olunası bir nöqtədir. Dünya pərəstlərlə rəftar edəndə onların ən zirəngi, ahirət axtaranlarla olanda onların ən pəhrizkarıdır. Təəssüflər olsun ki, əksinə bəzən müşahidə olunur. İbadət əhlinə iddialı olan mühitlərdə bəzən əksinə olur. Dindarlarla, iman əhli ilə ən zirəng olurlar. Qıraq yerlərdə sakit-sakit. Çox narahat edici bir nöqtə məsələlərdən biri budur ki, buna diqqət olunmalıdır, çox önəm verilməli məsələdir. Dünya pərəstlərlə rəftar edəndə onların ən zirəngidirlər. Yersiz, lazımsız, dırnaqarası təvazı orada eləməzlər. Dünya pərəstin yanında təvazı eləyərsən, dünya pərəstin yanında lazımsız ehtiram qoyarsan, deyər, yəqin dünyaya görə eləyir, yəqin başa düşməz səni. Yəni, insanın ədəb qaydalarını hər halda qorumalıdır, o sözsüz. Amma yəni dünya pərəstlərlə rəftar edəndə onların ən zirəngidir. Yəni orada avam kimi bir sadəlövhcəsinə halda olmur bu. Onların içində ən zirəng haldadır. Yəni heç nə itirməz. Ən zirəngidir. O mühitin də içində ən zirəngidir. Amma ahirət axtaranlarla olanda onların ən pəhrizkarıdır. Çünki əminliyi var, rahatlığı var. Bilir, burada insanlar mənəviyyat müstəvisində yaşayarlar. Burada insanlar mənəviyyat dalıcadılar və burada pəhrizkarlıq nümunələri ortalığa qoyulmalıdır. Burada təqvallıq nümunələri ortalığa qoyulmalıdır ki, bu məsələlərdə təəssüflər olsun ki, bəzən əksinə baş verir. Əksinə baş verir. İnsanlar iman əhli ilə ünsiyyətdə lazımı olan təvazunu, lazımı olan təqvanı, lazımı olan əxlaqı nümayiş etdirməzlər. Amma qıraq mühitlərdə heç lazım da deyil, amma orada sadəlövhcəsinə özlərini bəzən təəssüflər olsun ki, apararlar. Ki Allahdan istəyimiz odur, Peyğəmbərimizin bu buyuruşunda olan nöqtələrə diqqət edib.